bayram tətili uşaqlar üçün ən sevincli və maraqlı vaxtlardan biridir. Bu günlərdə onlar məktəb dərslərindən bir müddət uzaqlaşaraq istirahət edir, ailələri və dostları ilə daha çox vaxt keçirirlər. Bu tətil uşaqların əylənməsi ilə yanaşı, faydalı fəaliyyətlərlə məşğul olması üçün də yaxşı fürsətdir. Tövsiyə onu eləyərdim ki, Novruz bayramında adətən çərşənbələri biz xatırlayaq. Çərşənbələr nöqteyi nəzərdən öz tövsiyələrimi bildirərdim. Məsələn, torpaq çərşənbəsi. Torpağa bağlılıq, vətənə bağlılıq deməkdir. Ona görə də Bakı ətrafında, kəndlərdə, rayonlarda qohumları, nənə, babaları əgər varsa, ora getmək, torpaqla təmasda olmaq. Ən yaxşı olardı ki, bağ, bağçada işləmək, böyüklərə kömək eləmək. Bu nöqteyi nəzərdən Novruz bayramı ərəfəsindəki bu tətili məncə bu cür daha faydalı edə bilərlər. Mən bu bayram tətilində ilk öncə rayona getmək, daha sonra isə dərslərimi təkmilləşdirmək istəyirəm. Novruz tətili zamanı bayramın adət-ənənələrindən olan papaq atmaq, tonqaldan atlamaq kimi ənənələrdən yararlanmaq, həmçinin tədrisim üçün də vaxt ayırmağı fikirləşirəm. Torpaq çərşənbəsini evdə öz ailəmlə qeyd eləməyi planlaşdırıram. Ümumiyyətlə, Novruz bayramını hər il ailəmlə qeyd eləməkdən zövq alıram. Çünki bu Novruz bayramı eyni zamanda bir birlik simvoludur və mehribanlıq simvoludur.